Afet vəziyyətində olmuşam. Yəni mənim üstümə almışam, elif məni bıçaqla vurubdur. Vicdanlı düzgün danış. Baş vermiş qətlə görə mərhumun arvadı və daha 3 nəfər saxlanıldı. Əlinin yoldaşı Əzizə Seyidli təklif eləmişdi ki, onu öldürək. Məqsəd nə idi? Bizi gördü, qaçdı. Biz görüb qaçmasında ayağı ilişdi, buradan yıxıldı yerə. Uşaqlar yəni kim vurdu? Bəxtiyarla öldü. Onların hər ikisində bıçaq var idi. Evet. Sağ zərbələrə vurandan sonra istiqamətdə getdi. Qrup halında və sifarişlə qəsdən adam öldürməkdə təqsirli bilinən Əzizə Seyidova, Mehdi Məmmədov və qeyrilərinin cinayət işi. Deməli, əzənlə görməmişsiniz nə də ki, onu danışdılar. Evet, Kürdahməni tərəf görürüm. Yəni mən heç kimə sifariş verib nə də ərzəni heç kim tanımır. Öldürməyə gəliblər. Başqa bir variant olmur. Çəkilişin təkrar olmağına səbəb nə idi? Bir sözlə, bir cümlə ifadə. Səbəb o idi ki, düz demir. Sən deyirsən ki, mənə məcbur elədilər ki, mənim filan sözü deyil. Onun nəticəsində hansı sözü demirsən? Çünki birinci verdiyi təkik oldu. Meyxini qoy kənara. Yəni bu qeyri-adi bir haqq hesab deyil. Ceyhun Həmidovun təqdimatında Kriminalda Bazar günü saat 23:15-də